Peyğəmbəri görmək olar, əgər vəsiflərini bilirsənsə. Amma o demək deyil ki, yuxuda hər gördüyün Peyğəmbərdir. Və ya sənə desə ki, mən Peyğəmbərəm, o deməkdir, o Peyğəmbərdir. Yox. Adi insan əgər bilirsə Peyğəmbərin vəsifini, sirasını oxuyubsa ki, Peyğəmbərin boyu bu idi, saqqalı belə idi, gözlərinin rəngi bu idi və ya boynun hündürlüyü bu idi, çiyinləri belə enli idi. O vəsifləri oxuyursa, bilirsə və sünnəsinə tabi olan insandırsa, ola bilər görsün. Peyğəmbər s.ə.v nə deyir? Deyir ki, şeytan mənim simamda gələ bilmir. Şeytan Peyğəmbər s.ə.v əsl simasında insana vəsvəsə edə bilmir. Başqa simalarda vəsvəsə edib deyə bilər ki, mən Peyğəmbərəm, aldatmaq üçün. Görürsən ki, bəzi insanlar Peyğəmbəri yuxuda görür və ya gördüyünü iddia edir. Elə şeylər deyir ki, hansı ki, sünnəyə müxalif bir şeylərdir. Məsələn, var, sufi təriqət şeyxlərindən deyir ki, Peyğəmbər s.ə.v yuxuda görsəndi mənə, dedi ki, üzvü qırx. Sözsüz ki, bu şeytanın vəsvəsəsidir. Və ya bəziləri deyir ki, məsəl üçün, Peyğəmbər s.ə.v mənə dedi ki, get filan, məsəl üçün, ziyarətdə nəsə belə Allahdan qeyrisinə qurban kəs və s. Sözsüz ki, bunlar hamısı xurafatdır, vəsvəsədir şeytandan. Amma insan görür, məsəl üçün, nəsə xəbər verir ona müjdə olaraq. Necə ki, məsəl üçün, Osman radiyallahu anhuya yuxuda görsəni Peyğəmbər s.ə.v o vaxt ki, öldürülməmişdən qabaq xavariclər onu mühasirəyə alanda, həmin gün Peyğəmbər s.ə.v yuxuda gördüyünü deyir Osman radiyallahu anhu. Deyirlər ki, onu müdafiə eləmək istəyir səhabələr, imtina edir. Deyir ki, yox, istəmirəm mənə görə qan tökülsün. Və o rəvayətdə gəlir ki, deyir ki, yuxuda Peyğəmbəri gördüm. Dedi ki, oruç tut, sən bizim yanımızda iftar açacaqsın. Yəni, bu müjdə idi onun üçün ki, yəni öldürülməyə haqda, yəni şəhid olmağa haqda.